Sənin beyninə hava getmir. Sən elə bilirsən ki, diqqət dağınıqlığının səbəbi telefondur. Yox, bu belə deyil. Sadəcə beyninə oksigen çatmır. Xroniki burun tutulması sadə bir problem deyil. Həm də beynin günlərlə oksigensiz qalması deməkdir. Nəticədə diqqət dağılır, fikrini toplaya bilmirsən, yuxu problemlərin olur, halsızlıq, yorğunluq bu kimi problemlər yaranır. Sənsə mənim burnum elə həmişə tutulu olub deyib, asıllıq yaradan spreylərdən istifadə edib həyatını məhv eləməyə davam edirsən. Buna bir çıxış yolu tapmaq lazımdır. Necə bir çıxış yolu? Ekrandakı ürəyi qızart, ətraflı izah edeyim ki, həmin spreylərdən də qurtula biləsən. Sənə lazım olan Rinosept spreydir. Çünki bu sprey istifadə edildiyi zaman burun tutulmasını anında açır, tərkibindəki evkalipt yağının köməyi ilə burnun seleklik şahsını nəm saxlayır, yenidən tutulmanın qarşısını alır. Həm də havadan gələ biləcək bütün növ viruslardan sizi qoruyur. Və özünüz üçün Rinosept sprey uşaqlarınız üçünsə Rinosept damla ölkənin bütün apteklərində satışı mövcuddur. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əczaçınız bal olanlar hər zaman sağlam qalasın.